Salam əziz dostlar, bu videomuzun mövzusu Object menüsündə yerləşən bu pass funksiyalarıdır. Yəni anchor pointlərlə bağlı, passlərlə bağlı daha detallı işlər. Hal-hazırda bizdə burada heç bir aktiv deyil, çünki nə anchor point seçmişik, nə pass seçmişik, heç nə seçməmişik. Amma burada bir dənə funksiya var, clean up. Bu clean up bizə harda lazım ola bilər? Təsəvvür eləyək ki, Pentiumla nəsə çəkmək istəmişik, ilk başlanğıcımızı basmışıq və sonra kimsə bizi çağırır, gedirik, başımız qarışır, fikrimizdən çəkinirik və belə-belə bizim faylımız xırda-xırda lazımsız anchor pointlərlə dolu ola bilər və yaxud da ki, bir formamız var, onu çəkib silmişik, elə bilmişik ki, silmişik, baxsan yox silməmişsən, hisslənirsən, təsadüfən belə də basıb silirsən və bu cür xırda-xırda nöqtələr formalaşa bilər. İlk baxışdan elə də gözə girmir. Command Y-ı bassaq görəcəyik ki, burada belə nöqtələr var. İllüstrator bunlara stray points deyir, yəni ki, avara tufeyli nöqtələr. Təbii ki, biz bunlara nə stroke, nə fill versək, heç birinin rəngi dəyişməyəcək, yekun dizayna təsir eləməyəcək, amma ki, bir səliqəsizlik yaradır və bilməyəcəyimiz problemlər də yarada bilər. Bunun üçün Object, Path və Clean Up funksiyası var. Onu basanda İllüstrator deyir ki, bəli, burada falan şeyləri tapmışıq. Stray points, unpainted objects, empty text path. Bəzən yazı yazanda fikrin dəyişir, yazı orada ilişir qalır. İçində heç bir simvol yoxdur. Bütün bunları təmizləmək üçün gəlirik, giririk bura, clean up və OK basırıq. Hamısını təmizlədik, heç nəyimiz yoxdur. Dərsimizə başladıq gözəl bir təmizlik əməliyyatı ilə. İndi davam eləyə görək o birisi menyular bizə nə deyir. Bir dənə düz bucaqlı çəkirik. Gəlirik Object, Path və başlayırıq gəzişməyə. Ən birinci qarşımıza çıxır Join. Join nə idi? Bu mövzuda, bu kontekstdə birləşdirmək kimi başa düşülə bilər. Təbii ki, bizim bu düz bucaqlımızda birləşdiriləsi bir şey yoxdur. Onun üçün biz bunu daha bariz nümunəsini göstərə bilərik. Pentulla nəsə çəkək, 1, 2, 3, 4 və gəlin bu anchor pointləri birləşdirək. Niyə görəsə biz bunu Pentulla birləşdirə bilmirik. Götürürük anchor pointlərin ikisini də seçirik, gəlirik Object, Path və Ctrl-J. Eyni funksiya, baxın bunu klik eləyəcəm. Eyni şey Ctrl-Z-i basım. Yuxarıda da anchor point rejimində option barda yuxarıda gəlir Connect. Sadəcə bu shortcutla daha rahatdır. Gəldin, ikisini də seçdin, Ctrl-J, bunlar birləşdi. Qayıdaq menyumuza və oradakı növbəti funksiya ilə tanış olaq. Path və Average. Average basıram, görək nə baş verəcək. Və both basıram, OK. Gördüyünüz kimi yoxa çıxdı. Əslində yoxa çıxmadı. Mən bunun hamısını seçmişəm deyənə, bu shape-imin. İllüstrator bunun bütün anchor pointlərini hesabladı, orta nöqtəsini tapdı və birləşdirdi. Orta nöqtədə təbii ki, əgər anchor pointlər bir-birinə yapışıqdırsa, orada heç bir passdən söhbət gedə bilməz və heç bir rəngdən, strokedan da söhbət gedə bilməz. Gəlin biz bunu detallı şəkildə qiymətləndirək. Tutaq ki, seçək sırf yuxarıdakı anchor pointləri, gələk Object, Path və buradan Average düyməsində verək Vertical, OK. Sonra gələk, keçək. Bu dəfə yuxarı aşağı, Path, Average, bu dəfə horizontal seçəcəyik. OK, bunları belə birləşdirdi. Bu bizə nə vaxt lazım ola bilər? Təbii ki, bir üçbucaq yaratmaq istəyirsə, biz onu baza fiqurlara müraciət edə biləcəyik. Misal üçün bir pentulla nəsə çəkmisən və istəyirsən ki, niyə görəsə bunların iki anchor point'in ortaq nöqtəsini tapasan, gəlirsən bura, gəldin Object, Path, Average və buradan seçirsən both, basırsan, bunlar ikisi bir-birinə birləşir. Birləşəndən sonra buradan bir connect-a bassaq, dolu, full shape oldu. Qaydaq bizim düz bucaqlımıza növbəti göstərəcəyimiz funksiyanı burada izləmək daha rahatdır. Path, Outline Stroke. Outline Stroke bizə nə verir? Biz misal üçün bu stroke'umuzu yaratmışıq, çəkmişik və o stroke'u bir shape formasına çevirmək istəyirik. Onda biz basırıq buradan Outline Stroke. İllüstrator bizim bu qalın stroke'umuzu çevirdi elədiyi shape. Ctrl-Y hərfində bassaq görəcək ki, bəli, ortadakı stroke'umuzun göstəricisi qalıb, onu çəkək qırağa. Command-Y basaq. Burada bizim stroke'umuz ruh halında qalıb, hətta qrupdur. Ctrl-Shift-G eləyək və o qalınlığımız oldu bir shape. Və biz sonradan yenidən buna
əlavə rəngini dəyişək misal üçün və biz buna sonradan yenidən əlavə stroke tətbiq eləyə bilirik və yenə də gələ bilərik bura path və outline stroke. Bunu da stroke-a çevirə bilərik. Qaydırıq geri bunu outline stroke etmədiyimiz dönəmlərə düşürük. Burada object path və offset path düyməsini basırıq. Bu bizə nə verir? Bir formamızın kənarından stroke verməmək şərti ilə kənarından proporsiyalarını qoruyaraq böyütmək və yaxud da ki, içəriyə doğru kiçiltmək funksiyası verir. Burada onun bəzi növləri var. Round olsun, yoxsa bevel olsun. Əksər vaxtlarda biz elə meterdə saxlayırıq və OK basırıq. Nəticədə bir əsas formamız qalıb, bir də ki, onun ətrafından hər tərəfdən eyni ölçüdə böyüdülmüş növbəti bir fiqurumuz. Sonra görək bizdə burada lazım olanlardan nə var? Simplify. Simplify-ı biz düzbucaqlığın üzərində tam mahiyyətini başa düşməyəcək. Ona görə gəlin, seçirik bunu. Object, Path və gəlirik buradan Simplify. Simplify-a gəlirik. Bir verin. Bu əlimin altında olan formanı daha da sadələşdirməyə çalışır, daha da sadələşdirir. Ardınca bizdə gəlir burada Object, Path və Smooth. Bu da olduqca maraqlı bir funksiyadır. Kənarları nə qədər yumşaldıq. Gördüyünüz kimi, yenə də eksperimentlər üçün çox gözəl, açıq bir funksiyadır. Növbəti göstərəcəyimiz funksiya gəlirik Object, Path və burada Add Anchor Points. Illustrator hər anchor point'in arasına özündən yeni bir anchor point əlavə eləyir. Sonra gəlirik bura, yenə veririk, add anchor point. Bir verirsə yenə də artırdı və belə şəkildə bunu artırmaq olar. Sonuncu çox yeməli, maraqlı bir funksiya split into grid. Başqa bir formada göstərək. Bizə bu anchor pointləri istəmirik. Gələk burada daha böyük bir shape çəkək, Shift-X-i basaq, stroke-unu yığışdıraq və yaxud da ki, stroke-unu qara saxlayaq, görək bizdə bu özünü necə göstərəcək, stroke-unu nisbətən naziləşdirək. Bəli, düzbucaqlığımız burada, Object, Path və Split into Grid. Maraqlı bir pəncərə açıldı. Gəlin bunu lap belə mərkəzə gətirək. Rows və columns, sətirlər və sütunlar. 10 sətirləri yazıram, preview'unu yandırıram, gördünüz. Və 10 da columnları yazıram, sütunlara. Gördüyünüz kimi mənim bu shape'im bölündü 10 cərgəyə və 10 kolona. Əgər istəsəm mən burada 5 yaza bilərəm təbii olaraq xanaları yaratmaq üçün. Qaytarıram ona və avtomatik Illustrator hesablayır ki, sənin əgər bərabər hissələrə bölmüsənsə və kvadratdırsa, səndə hündürlük bu qədərdir. Qatdır əlavə eləmək istəsəm, yəni ara məsafəsi, cərgələr arasında, kolonlar arasında, total ölçüləri belə olur, elə olur. Nəsə bunlarla oynayırsan, eləyirsən və OK-yi basırsan, əldə edirsən bu cür maraqlı nəticə. Illustratorda Object və Path bölməsində əsas funksiyaları öyrənəndən sonra oradakı Offset Path-i biz necə real işimizdə istifadə edə bilərik? Bununla bağlı bir live hack-ə baxaq. Əlimizin altında elita sayılan kvadrat və dairəmiz var. Bir də ki, düzbucaqlı və ellipsimiz var. Əgər biz bu kvadratı bərabər tərəfli mərkəzdən kənara doğru böyütmək istəsək, Ctrl-C, Ctrl-F üzərində klik edirəm. Alt-Shift-i basaraq mən bunu bərabər tərəfli gördüyünüz kimi ideal şəkildə böyüdüb kiçildə bilirəm. Eləcə də dairənim Ctrl-C, Ctrl-F üzərində past elədim. Mən bunu ideal şəkildə böyüdüb kiçildə bilirəm. Amma gəlirik birdən bu belə fərqli enli ölçülü fiqurlarımıza. Ctrl-C, Ctrl-F kopyasını çıxartdım, böyütmək istəyirəm. Böyüdəndə bəzi hissələr daha yaxın oldu, bəzi hissələr daha uzaq oldu. Gəlin bunu kənara çəkək, travma kimi qalsın yanımızda. Düzbucaqlımız, yəni kvadrat olmayan düzbucaqlı. Ctrl-C, Ctrl-F. Mən bunu da böyüdüb kiçiltmək istəyirəm. Bir hissələr, bir tərəflər daha yaxın oldu, digər tərəflər daha uzaq oldu və bu da çox məntiqlidir, çünki mən bunu böyüdüb kiçiltmək istəyirəm. Burada heç bir qəbahət yoxdur. Eyni şeyi ellipsoidimizə tətbiq edirik. Alt-Shift-i bastıq, kiçiltdik, böyütdük. Bəs birdən mən istəyirəm ki, düzbucaqlımı bu kvadrat
böyüdüyü kimi böyüdüm və yaxud da ki, ellipsimi bu dairə necə hər tərəfdən bərabər böyüyür, bax elə böyüdüm. Onun üçün bizə lazım olacaq offset path funksiyası. Seçdik ulduzumuzu, object, path və buradan seçirik offset path. Gördüyünüz kimi mən vermişəm ki, hər kənardan 10 mm artsın. Mən bunu belə kiçildə bilərəm. Klaviaturanın yuxarı-aşağı düyməsi ilə içəriyə doğru azalda bilərəm və yaxud da ki, yuxarıya doğru azalda bilərəm. OK-yi basıram. Əgər bu əməliyyatı təkrarlamaq istəyirəmsə, yenə də object, path, offset, path, sonuncu yaranan yenə də 3 mm hər kənara böyüyür. Gəlin yoxlayaq görək bu həqiqətən doğrudan da işləyir yoxsa yox. Object, path, gəlirik offset, path. Belədir. Bəli, hər tərəfdən ideal böyüdü, kiçildi. İllustratorda object menusunda path hissəsi ilə öyrənəcəklərimiz bu qədər. Biz görüşək gələn dərslərimizdə.